Hə, köhnələr. İnanın ki, bu son bir neçə gün heç başımı qaşımağa mənim vaxtım yoxdur. Məktəb başlayıb, uşaq bağçası başlayıb. Hələ səhərdən axşaməcən qaça-qaçdayam, neyi var Hələ də mən, yəni ki, güya məzuniyyətdəyəm də. İnanın, amma bir dənə deyir, adi deyir, yatıb deyir, şirin yuxudan doya bilmirəm. Amma buna baxmayaraq, əlbəttə ki, həmişəki kimi, yəni bütün media saytları hamısını müşahidə edirəm, baxıram, görürəm və bir xəbərlərdən biri, əsas xəbərlərdən biri ondan ibarətdir ki, bizim Azərbaycan vətəndaşı, düzdür milliyyətcə erməni olan Azərbaycan vətəndaşı hansısa Avanisyan, yəni Xankəndidə müəyyən bir təhribat hazırlayırdı. Amma şükür Allaha bizim, yəni ki, lazımı olan qurumlar tərəfdən, yəni ki, bu vaxtında aşkar olunub və preventiv metodlarla bunun qarşısı alınıb. Mən sizə bir söz deyim. İndi bunu kim bu mövzunun içindədir, başa düşəcək. Kimdir bu Avanisyan? Ne cür oldu ki, bu cür bir hərəkət elədi? Yəni ki, bunun üçün alim olmaq lazım deyil ki, başa düşmək bu hardan cərəyanlanır. Yəni yenə də şimal qonşu dövlətdən. Bax, mən sizə deyim. Bu xüsusi xidmət orqanlarının arasında belə bir anlayış var. Deyirlər, konservləşmiş bir agent. Yəni hansısa verbovka olunan bir şəxs, yəni xüsusi xidmət orqanları tərəfdən, yəni hansısa bir dövlətin xüsusi xidmət orqanı tərəfindən verbovka olunur. Yəni ki, əməkdaşlığa cəlb olunur. Və bu adam konservləşir. Yəni bəzi hallarda belə bir konservləşmiş agentlər hətta ömür boyu otururlar, bir dənə hansısa bir əmri gözləyirlər. Bu barədə Çingiz Abdullayevin, yəni bir sıra əsərlərində özünüz bilirsiniz də, Çingiz Abdullayev xüsusən xüsusi xidmət orqanları haqqında yazır və onun baş qəhrəmanı da Drongo məhz xüsusi xidmət orqanlarının yüksək, yəni ki, eşelonlu bir zabitidir, əməkdaşıdır, agentidir. Yəni bu cür hallar çox olub xaricdə. Məsələn, KGB-yə, Sovetin KGB-sinə məxsus olan agentlər QDR, yəni Germanska Demokratическая Respublika vaxt var idi, Almaniya iki yerə bölünmüşdü. Böyük Vətən müharibəsi nəticəsində Federativ Almaniya Respublikası, bir də Demokratik Almaniya Respublikası. Yəni orada Almaniyanın demokratik hissəsində, yəni Sovetə aid o Ştazi, səhv eləmirəmsə, xüsusi xidmət orqanları var idi. Yəni bax, onların da arasında elə bir adamlar var idi ki, hansının ki, hətta 60 yaşına kimi, nə bilim, yaşayır, onun nə bilim, öz ailəsi, uşaqları, nevələri, hansısa bir işi, hobbisi, tutaq ki, bir bağbanlıqla məşğuldur. Yəni qıraqdan heç vaxt başa düşmək olmur ki, həqiqətən bu adam kimdir və nə işlə məşğuldur. Amma ki, mərkəzdən hansısa bir əmr gələn halda bu adam tam şəkildə dəyişir. Yəni ki, lazım olsa üstünə qumbara bağlayır, partlayıcı maddələr bağlayır və gedir terror yaradır. Yəni çox güman ki, həmən bu Avanisyan da, yəni o tipli konservləşmiş sxron agent həm də deyirlər ona. Sxron agent kateqoriyasından olan bir şərəfsizdir. Hansı ki, bizə Azərbaycana qarşı təhribat etmək istəyirdi, amma ki, bu alınmadı. Mənə elə gəlir, bu heç təsadüf hal deyil ki, eyni zamanda Rusiya dövləti Xəzər dənizdə iri miqyalı hərbi təlimlərə başlayıb. Yəni ki, bunların məqsədi bəllidir. Yəni Azərbaycanı bizi qorxutmaq, bizim cəmiyyətdə ayrı seçkilik salmaq, bizdə təbəqələrə bizi bölmək. Ona görə mən yenə də sizdən hamımızdan xahiş edirəm, çağırıram ki, bir-birimizə hörmət edək, bir-birimizə dəstək olaq. Heç bir provokasiyalara uymayaq, provokasiyaların dalıcan getməyək. Bu qədər qəlbdən qəlbə.